Kofe içmədən əsla deyənlər. Kosmosa gedəsi olsaz İtalyanlar sizə düşünün. Amma belə yox. Kosmosda kofe hazırlamaq az öncə göründüyündən qat-qat çətindir. Mikrogravitasiya su, təzyiq, hər şey özünü qəribə aparır. Elə buna görə 2015-ci ildə Argotek, Lavazza və İtaliya Kosmik Agentliyi birlikdə əməkdaşlıqları sayəsində kosmik şərtlərdə çalışacaq ilk espresso maşınını hazırlayıblar. IS Espresso, bizim dildə BKS, Beynəlxalq Kosmik Stansiya və espresso sözlərinin möhtəşəm ahəngi. Kosmosun çətin şərtlərinə tab gətirmək üçün xüsusi alüminiumdan hazırlanmış. IS Espresso adi espresso maşınlarından fərqli olaraq daxilində 400 bardan çox təzyiqə tab gətirəcək polad və teflon borulardan istifadə edilir. Suyu möhürlənmiş kisəcikdən alır, daxilində yerləşən kapsuldan keçirir və voila, kapsuldan süzülən espressomuz digər bir kisəciyin içərisinə dolur. Mikrogravitasiyalı mühitdə adi fincandan nəinki kofe, istənilən mayeni içmək müşkül məsələdir. Yerdə mayelərə hökm edən cazibə qüvvəsi yoxdur. Ona görə də xüsusi kisəciklər və qurtulmamaq üçün də çöplərdən istifadə edilir. Kosmosda mayələr haqqında ayrıca danışarıq. Astronavtlara normal şəkildə qəhvələrindən həzz almağa imkan verən xüsusi Zero G stəkanlar barədə də. Düzü espressoya sadəcə espresso hazırlayan maşın olaraq baxmaq düzgün olmaz. Başlı başına kiçik laboratoriyadır. Elm adamlarına mayələrin cazibə olmayan bir mühitdə necə davrandığını, bir-biri ilə qarışdığını öyrənməyə kömək edən bir təcrübəyə səbəb olur. Belə, ilk İtalyan astronavtın yerə qayıdarkən ən çox darıxdığı şeyin yaxşı bir espresso olduğunu deməsindən ilhamlanan elm astronavtdan Beynəlxalq Kosmik Stansiyanın pəncərəsindən yer mənzərəsində espresso içirtməyə müvəffəq oldu. Bəs siz yer mənzərəsi fonunda hansı yeyib içməkdən zövq almaq istəyərdiniz? Mi amore, espresso macchiato, macchiato.